Portakalı yandır, boğazdaki qızığı anında götürür. Quru öskürəyə son qoyur. Min bir dərdin dərmanıdır. Bax gözəl qardaşım, əgər boğazında qızıqlanma varsa, tez-tez öskürürsənsə, quru öskürəkdən əziyyət çəkirsənsə, bu videonu kayd elə. Çünki sənə sadə üsulla evdə bu problemlərə necə son qoyarsan, onu izah eləyəcəm. Amma əvvəlcə ekrandakı ağrıya toxun, zəhmət olmasa qırmızı olsun. Profilin üzərindəki plus işarəsinə toxun, o plus oradan itsin və mənə diqqətlə qulaq as. Deməli götürürsən bir dənə portakalı, qoyursan qazın üstünə. Ətrafı tam qaralana qədər hər iki tərəfin yandırırsan. Sonra tən ortadan bölüb həmin portakalın şirəsini sıxırsan. Axşam və səhər yeməkdən sonra bir xörək qaşığı həmin şirədən götürüb içinə bir çimdik duz atıb udursan. Elə ilk istifadədən nəticəni görərsən ki, qızığa və quru öskürəyə necə son qoyur. Həm uşaqlar, həm böyüklər, həm qocalar, həm cavanlar rahatlıqla istifadə eləyə bilər. Məni mütləq takip et ki, sağlamlığın qeydinə qalan əzizatın baloğlanla hər